Salam. Bugün çox maraqlı bir mənbəyə baxacaq. Russ Harris'in Xoşbəxtlik Tələsi kitabından bəzi hissələrə. Salam. Bəli, həqiqətən düşündürücü bir kitabdır. Məqsədimiz də odur ki, görək bu material bizim, yəni cəmiyyətin xoşbəxtlik haqqında qəbul etdiyi fikirləri necə sorğulayır və daha mənalı bir həyat üçün nə təklif edir. Alternativ bir baxış bucağı təqdim edir. Bəlkə də gözləmədiyimiz şeylər eşidəcəyik. Başlayaq onda. Başlayaq. Bax, kitabın elə başlanğıcdakı iddiası çox güclüdür. Deyir ki, xoşbəxtliyin dalınca qaçmaq, onu hədəfləmək bizi daha bədbəxt edə bilər. Bu, yəni bizim öyrəşdiyimiz şeyin tam tərsidir də. Elədir. Çox adam üçün, necə deyim, əks intuitiv səslənir ilk başda. Hətta orada bəzi statistikalar verilir. Depressiya, narahatlıq, intihar düşüncələri faizləri. Sanki deyir ki, bəlkə də xoşbəxtlik bizim üçün elə də normal, yəni davamlı bir hal deyil. Bəli, bax elə buna xoşbəxtlik tələsi deyir müəllif. Bizdə xoşbəxtliklə bağlı bəzi yanlış inanclar kök salıb. Miflər var. Miflər. Nə kimi? Məsələn, güya xoşbəxtlik hər kəsin təbii vəziyyəti olmalıdır. Əgər sən xoşbəxt deyilsənsə, deməli səndə nəsə problem var, qüsursuzsan. Aha. Ya da ki, mənfi duyğular pisdir. Onlardan qaçmaq, onları idarə etmək, yox etmək lazımdır. Bax, bu kimi şeylər. Başa düşdüm. Və bu inanclar bizi bir növ mübarizəyə itələyir. Düzdür, sonsuz bir mübarizəyə. Və kitabın dediyi kimi qısır döngülərə salır. O qısır döngü nədir? Mənbədə deyəsən, həllin problemin özü olması kimi bir ifadə də var idi. O çox vacib məqamdır. Bu o deməkdir ki, biz xoşumuza gəlməyən hisslərdən, düşüncələrdən, məsələn, narahatlıq, kədər, qorxu, bunlardan qurtulmaq üçün elədiklərimiz. Yəni, qaçmaq cəhdlərimiz. Bəli, qaçmaq, onları boğmaq, dəyişdirmək, bu cəhdlər qısa müddətdə bəlkə biraz rahatlıq verir, amma uzun müddətli baxanda vəziyyəti daha da pisləşdirir. Həyat keyfiyyətimizi aşağı salır. Necə yəni? Bir misal verə bilərsən? Əlbəttə. Kitabda buna yaşantısal qaçınma deyilir. Deyək ki, kimsə sosial təşviş yaşayır, yəni insanlarla ünsiyyətdən çəkinir. Bu hissdən qaçmaq üçün nə edir? Tədbirlərə getmir, dəvətləri rədd edir. Məntiqlidir. O anlıq təşvişdən qurtulur. Düzdür, o anlıq rahatlayır. Amma nəticədə nə olur? Daha çox tənha qalır, sosial bacarıqları zəifləyir, özünə inamı azalır və gələn dəfə təşvişi daha da güclü olur. Yəni, həll yolu dediyi şey problemi böyüdür. Aydındır. Deməli, qaçmaq bizi daha dərinə çəkir. Bəs çıxış yolu? Kitab ACT, qəbul və öhdəlik terapiyası deyə bir şeydən danışır. Bunun əsas prinsipləri nədir? Məsələn, ayrışma eşitdim, diffusion. O nədir? Ayrışma, çox maraqlı bir konseptdir. Bu, beynimizdəki düşüncələrlə olan münasibətimizi dəyişməkdir. Biz adətən düşüncələrimizi, xüsusən də o negativ, tənqidi səsləri həqiqət kimi qəbul edirik. Sanki onlar bizə əmr verir ya da reallığı əks etdirir. Mən bacarıqsızam düşüncəsi gəlir və biz buna inanırıq. Tam olaraq. Ayrışma isə bu düşüncələrin sadəcə sözlər, zehni şəkillər, səslər olduğunu fərq etmək bacarığıdır. Onlar reallığın özü deyil, sadəcə zehnimizin məhsuludur. Yəni, onlarla birləşmək əvəzinə biraz kənardan baxmaq. Bəli. Onlara məsafədən baxmaq. Belə olanda onların bizim üzərimizdəki gücü azalır. Kitabda bunun üçün praktik üsullar da var. Məsələn, o negativ düşüncəni gülməli bir səslə təkrarla ya da ona bir ad ver. Maraqlıdır. Məqsəd düşüncədən qurtulmaq deyil, onun təsirini azaltmaqdır. Düzdür. Onun davranışlarımıza diktə etməsinin qarşısını almaqdır. Yaxşı, bəs digər prinsip qəbul etmə və ya yer açma, bu necə işləyir? Bu biraz, necə deyim, passivlik kimi, təslim olmaq kimi gəlmir qulağa? Bax, bu çox vacib bir nöqtədir və tez-tez yanlış anlaşılır. Qəbul etmək, o hissləri sevmək, bəyənmək və ya onlara boyun əymək demək deyil, qətiyyən. Bəs nədir? Sadəcə onlarla mübarizə aparmağı dayandırmaqdır. Onların var olmasına icazə verməkdir. İçimizdə onlara qarşı bir müqavimət yaratmamaqdır. Sanki gəlib keçmələrinə icazə vermək kimi. Kitabda belə bir fərq qoyulur. Təmiz əzab və kirli əzab.
Məsələn, kədər hissi təmiz əzabdırsa, mən kədərlənməməliyəm, bu hissdən tez qurtulmalıyam kimi düşüncələr və mübarizə əlavə olaraq kirli əzab yaradır. Yəni əzabın üstünə bir qat da əzab əlavə edirik öz mübarizəmizlə. Bəli, qəbul, bax bu ikinci qatı, o kirli əzabı aradan qaldırmağa kömək edir. Enerjimizi bu mənasız mübarizəyə sərf etmək əvəzinə başqa şeylərə yönəldə bilirik. O bakallıq metaforası da deyəsən buna aiddir, çırpındıqca batırsan. Hə, tam olaraq. Amma sakitləşib, bədəninə yer açanda suyun səthində qalmağa başlayırsan. Qəbul da buna bənzəyir. Anladım. Enerjini dedin, bu məni növbəti prinsipə gətirir, dəyərlər. Kitabda deyəsən bu dəyərlər çox mərkəzi yer tutur. Çox mərkəzidir. Dəyərlər bizim həyat kompasımız kimidir. Yəni, biz həyatda əslində nəyə önəm veririk? Necə bir insan olmaq istəyirik? Nəyin uğrunda yaşamaq, hərəkət etmək istəyirik? Məsələn, qayğıkeş olmaq, cəsarətli olmaq, öyrənməyə açıq olmaq, ailəyə bağlılıq, təbiəti qorumaq. Bunlar şəxsi olur. Bunlar məqsədlərdən fərqlidir amma. Elə deyilmi? Məqsədə çatırsan, bitir. Düzdür. Dəyərlər bir istiqamətdir. Heç vaxt tam çatmırsan. Məqsədlər o istiqamətdə atdığın addımlardır. Məsələn, dəyərin sağlam olmaqdırsa, məqsədin həftədə 3 dəfə idman etmək ola bilər. Amma sağlam olmaq heç vaxt bitmir. Viktor Frankl'ın misalı da çox təsirli idi. Konslagerdə belə dəyərlərinə sadiq qalması. Bəli, o göstərir ki, dəyərlər ən çətin şəraitdə belə həyata məna qata bilir. Bu çox güclü bir şeydir. Deməli, ayrışma və qəbul daxili maneələrlə başa çıxmağa kömək edir, dəyərlər istirahət verir. Bəs son parça, öhdəlikli hərəkət, bu nə deməkdir? Bu, bütün bunların praktikaya tökülməsidir. Yəni, sadəcə fərqində olmaq, qəbul etmək, dəyərləri bilmək kifayət deyil. Əsas məsələ, o seçdiyin dəyərlərə uyğun konkret addımlar atmaqdır. Həyatını aktiv şəkildə qurmaqdır. Hətta o çəkin düşüncələr, hisslər hələ də olsa belə. Bəli, əsas məqam budur. O hisslər və düşüncələr gəlib gedəcək. Amma sən onlara baxmayaraq, sənin üçün vacib olan istiqamətdə hərəkət etməyə davam edirsən. Bu kiçik addımlar ola bilər, amma mənalı addımlar. ACT-nin məqsədi də budur. Sadəcə yaxşı hiss etmək yox, dəyərlərinə uyğun mənalı bir həyat yaşamaq. Beləliklə, əsas ideya deyəsən budur ki, biz xoşbəxtlik hissini birbaşa hədəfə almaqdansa, onu qovmaqdansa, enerjimizi dəyərlərimizə uyğun yaşamağa yönəldirik. Və maraqlıdır ki, xoşbəxtlik çox vaxt bu prosesin, bu mənalı həyatın təbii bir nəticəsi, bir növ yan məhsulu kimi ortaya çıxır. Tamamilə. Görürsən, bu yanaşma bizim xoşbəxtlik haqqında düşüncələrimizi kökündən dəyişməyə çağırır. O, narahat edici düşüncə və duyğularla daim savaşmaq əvəzinə, onlarla daha fərqli, daha sağlam bir münasibət qururuq. Qəbul və ayrışmayla. Bəli. Və enerjimizi bizim üçün həqiqətən nəyin vacib olduğuna sərf edirik. Çox düşündürücüdür. Üzərində düşünmək üçün bəlkə də belə bir fikir saxlayaq. Əsl problem yaşadığımız o xoşa gəlməz hisslər deyil, bəlkə də onlara qarşı apardığımız o bitməyən mübarizədir. Yaxşı sualdır. Və bir də bu, sənin üçün həqiqətən nəyin əhəmiyyəti var? Bu sualın cavabını tapıb, o istiqamətdə hətta çox kiçik bir addım atmaq belə həyatına necə təsir edə bilər? Bu, hər kəsin özü üçün cavablamalı olduğu bir sualdır məncə.